Salam, hər vaxtınız xeyir olsun. Bugünkü izahımda Codere yeni nəşrdən dövr operatorlarından, Python dövr operatorlarından 64-cü sualın izahına baxacağıq. Sual maraqlı sualdır və həmçinin qəbul suallarından biridir. Abituriyent qəbul suallarından biridir. Gəlin vaxt itirmədən sualımızın izahına baxaq. Sualımızda bizə deyilir ki, Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. For i in range mənfi 50, 50 aralığı. Mənfi 50, 50 aralığı. Bu deməkdir ki, yəni i burada mənfi 50 ilə 49 arasında qiymətlər alacaq. Yəni mənfi 50 və 49 arasında qiymətlər alacaq. Çünki rangedə bilirik ki, axırıncı addım özü daxil olmur. Yəni 50 daxil olmur. Əgər biz versək tutaq ki, for i in range 1, 5, bu deməkdir ki, i burada 1-dən 4-ə qədər, yəni 1, 2, 3, 4 qiymətlərini almış olacaq. İndi eyni yanaşma ilə getsək, deməli burada i'miz hansı qiymətləri alacaq? i alacaq, mənfi 50, 49 aralığında qiymətlər alacaq. Və burada hər dəfə n-i hesablayır. Şərtdə deyir ki, nə qədər ki n sıfırdan böyükdür, yəni n-in sıfırdan böyük hallarını say. K bərabərdir, K plus 1. Yəni bu aralıqda müsbət olanlar. Bu bir növ riyaziyyat qaydası ilə gedir. Ədəd axı üzərində biz çəksək, qeyd etsək, 50, mənfi 50 və 49 qiymətlərimizi qeyd etsək, gəlin qeyd edək, mənfi 50 və 49, müsbət 49. Və bir dənə də sıfır nöqtəmizi qeyd edək. Gəlin baxaq görək, bəs yaxşı, bizim i-nin hansı qiymətləridir ki, o qiymətləri də ümumi hesablama sıfıra çevrilir. Yəni sıfıra bərabər olan haldır. Baxın, bu i-nin 16 və bir də i-nin mənfi 20 qiymətləridir ki, bunlar bu hallarda sıfıra çevriləcək. İndi gəlin biz i-nin 16 qiymətini qeyd edirik. i-nin 16 qiymətində də həmçinin sıfıra çevrilir və i-nin mənfi 20 qiymətində də sıfıra çevriləcək. Aha, indi isə baxaq görək ki, bu hansı hallarda, yəni bu aralıqdan hansı hallarda, hansı istiqamətlərdə, i-nin hansı qiymətlərində, yəni 2 dənə daha doğrusu qiymətində bizə n-in sıfırdan böyük halını deyirsə, deməli müsbət hallar lazımdır bizə. İlk öncə baxaq. Mənfi 50 ilə deməli, bu mənfi 20 aralığında hər hansı bir qiymət götürsək, məsələn, mənfi 21 qiymətini götürsəm, mənfi 21 qiymətini götürüb yerinə qoyduqda, mənfi 21-i qoyduqda, mənfi 21 çıxılsın, yəni mənfi 21 çıxaq 16 olacaq. Bu mənfi qiymət alacaq, mənfi olacaq, vuraq, mənfi 20-nin üstünə də 21-in üstünə üzr istəyirəm. 20-ni gəldikdə bu da həmçinin mənfi eləyəcək. Mənfini də mənfiyə vuranda müsbət eləyəcək. Deməli, bizim bu aralıqda hansısa bir qiyməti götürsək, bizim ədəd oxumuzda bu aralıq müsbət olacaq. Bu aralıq müsbətdirsə, deməli, bu hissəmiz mənfi və bu hissəmizdə yenə müsbət qiymətlər alacaq. Həqiqətən də bu hissəni də yoxlasaq ki, müsbət olduğunu, tutaq ki, burada da 17 qiymətini götürək. i-yə 17 qiymətini verək. 17-dən 16-sını çıxsaq müsbət eləyəcək. 17-nin də üstünə yenə də 20 gələndə yenə müsbət eləyəcək. Müsbət də müsbətə vuranda müsbət eləyir. İndi baxaq, bizə müsbət halları soruşur. Gəlin görək, bu müsbət hallar hardan hara qədərdir? Fikir verin, mənfi 20-nin özü sıfıra çevrilən haldır. Deməli, mənfi 50-dən mənfi 21-ə qədər olan hissəsi nədir? Bizim müsbət hissəmizdir. O aralıqda yerləşən ədədləri tapmaq üçün necə tapırıq? Mənfi 21 çıxaq, mənfi 50. Bu da eləyəcək, mənfi 21 üstə gələk. 50 eləyir 29. 29-un üstünə 1 gəlirik, 30. Bu aralıqda yerləşən ədədlərin tapılma qaydasıdır. Həmçinin bir də müsbət hal haradır? 16 ilə 49. Amma 16 halı özü sıfıra çevrilmişdir. Sıfır halıdır. Deməli, 17-dən 49-a qədərdir. Yenə də 49-dan çıxırıq 17-sini, üstünə gələcəyik 1-ini. 49-dan 17-sini eləyir 32, üstünə də 1 gələndə 33. Deməli, ümumi 30 üstə gələk 33 bərabərdir 63. Ümumi 63 dənə, i-nin 63 dənə qiymətində
Bu hissə K bərabərdir K plus 1 qiymət alır. Yəni müsbət qiymət alacaq. K deməli 63 dənə. 63 qiymət alacaq ki, həmin 63 qiymətdə 0-dan böyük alınacaq. Yəni müsbət alınacaq. Beləliklə 64-cü sualımızın izahında cavab E variantı. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm.